Burada Allah sual verəcək məhşərə. Məhşərə verilən sualdır, ayədir bu. Limənil mülk. Mülk kimindir? Kim cavab verir? Hamı susur. Cavab vermək üçün gəlin mən öz dilimə sahibi olum. Deyim ki, sən. Mən dilimin də sahibi deyiləm. Allah bir anlıq götürüb hər şeyi. Limənil mülk cavab verin görüm. Heç kəs danışmır. Olur hərdən yuxuda qışqırmaq istəyirsən, qışqıra bilmirsən, danışmaq istəyirsən, danışmaq istəyirsən, danışa bilmirsən, qaçmaq istəyirsən, qaça bilmirsən, vurmaq istəyirsən, vura bilmirsən. Sahibi var. Hələ xatırladılar. Yüngül var. Malikim var, sahibim var. Orada bu qiyamətdə bu baş verir. Bütün məşşərə verilən sual limənil mulk. Sükut. Cavab özü verir Allah. Lillahil vahidil qəhhar. Mənəm bu aləmin sahibi. Anladınız indi? Ariflər bu dünyada bunu anlar. Məsumlar bu yolu çəkib, bu xətti deyib. Küllü aləm odur. Niyə görə deyirik əlhəmdülillah? Bütün həmdlər sənə məxsusdur. Yəni əslində nə tərif eləsələr mənə, mən də onunam, sənə gedir çatır. Mənə deyirlər.